Tez yadımızdan çıxdı. 95-ci ildə Fransa-Azərbaycan oyununda baş verən soyqırım oyunu. 10-0 95-ci ildə. Nəzərə alaq ki, indi əcnəbi yox, yerli bir baş məşqçidir. Ayxan Abbasov. Gənc kadrdır. İnanıram ki, Ayxan Abbasova şans verəcəklər. Necə ki, vaxtı ikən əcnəbi baş məşqçilərə şans verdilər. Dünənki millimizin oyunu bəyəndim. Ən gözəl futbol mənə elə gəlir ki, dünənləri Ayxan Abbasov oynatdı. Müdafiə futbolunu. Çünki Fransaya qarşı hücum oynasan, həqiqətən də 95-ci ildə olan faciəvi Fransanın qələbəsi bu günləri 2025-də də baş verə bilərdi. Mənə elə gəlir ki, Ayxan Abbasov müdafiə oyununu düzgün oyununu oynatdı və nəzərə alaq ki, dünənləri müdafiədə Bəhlul möhtəşəm idi. Hücumda isə ən biabırçı, bərbad Mahir Əmrəli idi. Düşünürəm ki, bu oyunla biz Polşada Ukraynaya qarşı da uğurlu futbol oynaya bilərik və nəzərə alaq ki, dünənlər Ukraynada 5-3 hesabı ilə İslandiyanı məğlub etdi və dünənki Azərbaycan millisinin oyununu ümid verdi ki, harca Ukraynaya da bir xal götürə bilərik. Nə düşünürsünüz? Ayxan Abbasova şans vermək lazımdır yoxsa yox? Mənə görə Ayxan Abbasova şans vermək lazımdır. Necə ki, əcnəbi bir baş məşqçilərə vaxtikən şans verilib. Ayxan Abbasova deyilməsə, Ayxan Abbasov incitməsələr 1 ilə, 2 ilə, 3 ilə, 5 ilə millimiz Ayxan Abbasovun sayəsində uğurlu milli olacaq.